Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sesiyası başlayıb. 5 gün davam edəcək sesiyada demokratiya, insan hüquqları, media azadlığı, süni intellekt, miqrasiya və yaxın şərqdəki proseslərlə yanaşı Azərbaycanla bağlı müzakirələr də gündəliyə daxil edilib. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bu müzakirələr Azərbaycan nümayəndə heyətinin assambleyada iştirak etmədiyi bir dövrə təsadüf edir. Və başqa sözlə desək, Azərbaycanın mövqeyini birbaşa müdafiə etmək imkanlarını məhdudlaşdırır. Amma daha ətraflı indi məlumatları təqdim edəcəyik və elə Strasburqdan birbaşa bağlantımız var. Siyasi şərhçi, hüquqşünas Əhməd Şahidov bizimlə birbaşa bağlantıdadır və Əhməd müəllim, sabahınız xeyir, hər vaxtınız xeyir daha doğrusu. Əhməd müəllim, nələr müzakirə olunur, nələr danışılır və gündəmdə olan məsələlər nədən ibarətdir? Buyurun. Salam Vəfa xanım, sabahınız xeyir olsun. Mən də bütün Real TV izləyicilərini Fransanın Strasburq şəhərindən Avropa Şurası Parlament Assambleyasının yay sesiyasından salamlayıram. Bugün artıq sesiyanın ikinci günüdür. Təqribən bir saatdan sonra sesiya öz işini davam etdirəcək və 5 günlük yay sesiyası çərçivəsində bir sıra məsələlər müzakirə çıxarılıb. Xüsusən də Avropa ölkələrində, Avropa Şurası üzvü olan ölkələrdə insan haqları, demokratiya, qanunun aliliyi, işgəncələrə qarşı mübarizə və bu kimi məsələlər müzakirə olunmaqdadır və əsasən bir sıra ölkələr seçilib. Bunlardan İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Serbiya kimi ölkələrdə insan haqları, demokratiya, siyasi azadlıqlar müzakirə olunur və bugün sabah Azərbaycanla bağlı dinləmələrin keçirilməsi gözlənilir. Yenə ənənəvi olaraq Avropa Şurası Parlament Assambleyası üzvlərindən bir hissəsi bu təşəbbüslə çıxış ediblər. Güya Azərbaycanda insan haqlarının vəziyyəti artıq kəskinləşib, həbslər genişlənib, siyasi şəxslərə qarşı təzyiqlər güclənməkdədir. Bu baxımdan Azərbaycan nümayəndə heyəti artıq bir neçə ildir ki, Aşbada öz fəaliyyətini dayandırıb. Məhz belə ikili standartlara görə Azərbaycan nümayəndə heyəti Aşbada öz fəaliyyətini dayandırır və təkcə Azərbaycan nümayəndə heyəti deyil, bildiyiniz kimi ötən il Gürcüstan nümayəndə heyəti də analoji addım ataraq Aşbadın ikili yanaşmasına, qərəzli yanaşmasına son qoyulana qədər Aşbadakı fəaliyyətini dayandırır. Burada ənənəvi olaraq eyni mövzular gündəmə gətirilir. Azərbaycanda güya siyasi baxışlarına görə insanlar hər gün həbs olunur, media azadlığı yoxdur, insanlara işgəncələr verilir və görünən odur ki, Azərbaycan rəsmi Bakının son açıqlamaları, xüsusən də cənab prezident İlham Əliyevin Bakıda keçirilən son beynəlxalq tədbirdə Avropanın ikili standartlarını sərşəkildə tənqid etməsi burada Avropada artıq ciddi qəbul olunub. Buna cavab olaraq Aşbanın yay sesiyasında Azərbaycan müzakirəyə çıxarılır. Təbii ki, bunun heç bir hüquqi mexanizmi yoxdur. Burada sadəcə deputatlardır, parlamentarlərdir, öz fikirlərini ifadə edirlər. Burada artıq erməni lobbiçiliyindən də keçib. Bugün Ermənistan nümayəndə heyəti Azərbaycanla bağlı ənənəvi olaraq o ötən illərdəki sərt çıxışlarını etmirlər. Artıq Azərbaycanla Ermənistan arasında sülh prosesi onların dilində səslənir. Amma burada ermənidən daha çox Azərbaycana qarşı düşmənçilik edən qüvvələr var, siyasi dairələr və xüsusən də Fransadan və Almaniyadan olan deputatlar var ki, onlar ənənəvi olaraq özləri üçün bir karyera kimi bunu görürlər. Bir sıra ölkələri hədəf olaraq seçirlər, ənənəvi olaraq həmin ölkələrlə bağlı tənqidi fikirlər səsləndirirlər və mənim diqqətimi çəkən məqamlardan biri də nədən ibarətdir? Mən təqribən 15 ildir ki, burada Aşbada bir hüquq müdafiəçisi olaraq fəaliyyət göstərirəm. Xüsusən də xatırlayırsınızsa, hələ 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycanlı girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı burada dəfələrlə tədbirlər, aksiyalar keçirmişəm. O zaman Avropada yaşayan və Aşbada belə deyək, fəaliyyət göstərən bəzi müxalif Azərbaycanlılar heç vaxt mənə nə dəstək göstəriblər, nə bu barədə danışırlar. Amma belə məqamlarda Azərbaycana qarşı, Azərbaycan dövlətçiliyinə qarşı
dinləmələr keçiriləndə, müzakirələr keçiriləndə burada çox fəal şəkildə iştirak edirlər. Yüzlərlə vərəqələri bir-bir AŞPA üzvlərinə paylayırlar. Orada həqiqətə uyğun olmayan qərəzli fikirlər var. Güya Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu, Azərbaycanda siyasi həbslərin hər gün baş verdiyini iddia edən, uydurma, yalan xəbərlər var və buradakı AŞPA üzvü olan xüsusən də Avropadan olan deputatların əksəriyyəti ümumiyyətlə Azərbaycanda nələrin baş verdiyini heç məlumatı yoxdur. Həmin vərəqələr ki, koridorlarda Azərbaycanlı müxaliflər tərəfindən onlara təqdim olunur. Elə 10-15 dəqiqə ərzində o vərəqələrə baxıb, o özlərində bir fikir formalaşdırırlar. Növbəti çıxışları üçün bir baza rolunu oynayır həmin vərəqələr ki, o həmin yalan məlumatları öz çıxışlarında bildirirlər və belə bir atmosfer yaranır ki, bəli, AŞPA tribunasında Azərbaycan ciddi şəkildə müzakirə olundu, tənqid olundu. Təəssüflər olsun ki, həmin Azərbaycanlı müxalifətçilər dünən də burada aktiv idilər. Bugün də bir saatdan sonra indi sessiya öz işinə başlayır. Yenə bu koridorlarda Avropalı deputatların arxasınca gəzərək onlara müəyyən vərəqələr paylayıb Azərbaycanla bağlı yalan, uydurma təbliğatlarını aparırlar. Təbii ki, bir hüquq müdafiəçisi olaraq vətənini, dövlətini sevən bizlər də buradayıq. Biz də Avropalı deputatlarla ayaqüstü söhbətlərimizdə Azərbaycanda həqiqətən nələrin baş verdiyini, Azərbaycan-Ermənistan arasında bugün sülh prosesinin artıq irəlilədiyini, yaxın aylarda iki ölkə arasında sülh müqaviləsinin imzalanacağını və ümumiyyətlə regionda növbəti bir münaqişənin sona çatdığı ilə bağlı və Avropalı deputatların da bu prosesə töhfə verməli olduğu ölkələrə təzyiq dili ilə, əmr dili ilə deyil, daha çox dialoq nöqteyi nəzərindən yanaşmalı olduğunu bildirir. Amma şəxsi təcrübəmdən yanaşaraq bildirirəm ki, hazırda AŞPA prezidenti Avstriyadan olan xanım Petro Mayer'dir. O bir zamanlar işğal altında olmuş Qarabağ torpaqlarına qeyri-qanuni səfər etdiyi üçün və Azərbaycanla bağlı qərəzli çıxışlar etdiyi üçün Azərbaycanın qara siyahısındadır və o bugün AŞPA-nın prezidentidir. Və o xanımın AŞPA prezidentliği olduğu müddətdə Azərbaycanla bağlı burada negativ, qərəzli çıxışlar, dinləmələr davam edəcək və düşünürəm ki, həmin AŞPA prezidentinin bu rəhbərliyi zamanı AŞPA ilə Azərbaycan arasında hər hansı bir dialoqdan və ya kompromisdən söhbət gedə bilməz. Analoji dinləmələr, qərəzli yanaşmalar, Azərbaycanı sanksiyalarla hədələyən çıxışlar bundan sonra da hələ bir neçə ay davam edəcək. Əhməd müəllim, baxın, siz də öz nitqinizdə vurğuladınız. Bu arada mövqeyiniz üçün sizə təşəkkür edirik və biz də təəssüflər olsun ki, o şəxsləri Avropada keçirilən tədbirlərdə çox tez-tez görürük, təsadüfdürsə. Amma belə bir sual yaranır. Baxın, 1949-cu ildə Avropa Şurası məhz hüquqi siyasətdən üstün tutmaq ideyası ilə yaranmışdı və bugün AŞPA-nın qərar və qətnamələrinə baxanda sizcə Assambleya hələ də hüquqi institut kimi fəaliyyət göstərir, yoxsa artıq siyasi bir platformaya çevrilib? Tam bir siyasi platformadır. Burada hüquqdan, beynəlxalq hüququn şərtlərindən söhbət gedə bilməz. Çünki 30 ildir ki, Azərbaycan torpaqları işğal altında olarkən, Azərbaycan xatırlayırsınızsa 2000, səhv eləmirəmsə, birinci ildə Ermənistanla birlikdə AŞPA-ya üzv olarkən Azərbaycanın qarşısında məqsəd var idi ki, işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı 1 milyondan artıq qaçqınımız, 4000-ə yaxın itkin düşmüş şəxsimiz var idi ki, onların taleyi ilə bağlı AŞPA platformasında bir fikir formalaşdırsın, Azərbaycanın haqq səhəsinə dəstəyini qazana bilsin. Amma biz hələ də son 30 il ərzində AŞPA tribunasında Ermənistana sanksiya hədələri, Ermənistana təzyiq göstərilməsi, Ermənistanın həmin torpaqları işğaldan azad etməsi ilə bağlı hər hansı bir çağırış, qətnamə və ya çıxış görmədik. Bir-iki ölkə var idi ki, Azərbaycanın dostu olan ölkələr, Türkiyə və bir sıra barmaqla sayılacaq ölkələr var idi ki, onlar Azərbaycanın mövqeyini dəstəkləyirdilər. 2020-ci ildə belə İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad edən zaman bu platformada Azərbaycana qarşı qərəzli yanaşmalar var idi. Xatırlayırsınızsa 2023-cü ildə Azərbaycan antiterror əməliyyatları keçiləndə elə payız sessiyası burada keçirilirdi oktyabr ayında. Ruben Vardanyan, Arayik Harutyunyan, Bako Saakyan,
digərləri ki, Azərbaycan xalqına və dövlətinə qarşı müharibə cinayətləri törədiblər. Onlar az qala vicdan məhbusu, siyasi məhbus kimi təqdim olunurlar və bu gün də qəribə bir proses var. Azərbaycanda bu gün həbsdə olan bəzi belə deyək, ictimai fəalların da adları həmin Ruben Vardanyan, Araya Qarıcyanlarla birlikdə siyasi məhbus kimi, vicdan məhbusu kimi eyni siyahıya salınır, birlikdə təqdim olunur və bunun üzərindən Azərbaycan iqtidarına, Azərbaycan dövlətinə qarşı tətbiqat aparırlar. Biz burada az öncə dediyim kimi Azərbaycanlı girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mən burada elə bu koridorda, bu dəhlizdə sərgi keçirəndə 2018-ci ilin yanvar ayında o zamanki prezident Serj Sarkisyan burada çıxış edərkən səssiz aksiya keçirəndə məni zaldan, assambleyanın zalından təhlükəsizlik əməkdaşları çıxaran zaman mən anladım ki, Aşbada fikir azadlığı, ifadə azadlığı, insan haqları artıq mövcud deyil. Yəni selektiv yanaşma var. Azərbaycan prezidenti bir zamanlar Aşba tribunasında çıxış edərkən o zaman xatırlayırsınız müxaliflər ona qarşı etiraz aksiyası keçirirdilər. O zaman heç kim həmin müxalifətçiləri zaldan çıxarmamışdı. Amma mən əlində Dilgəm və Şahbazın bir məsələyə toxunaq. Baxın, biz hüquqdan danışırıq. Sizin vurguladığınız məqamlar kifayət qədər önəmli məqamlardır. Azərbaycan nümayəndə heyətinin səs vermə hüququ məhdudlaşdırıldıqdan sonra Azərbaycanla bağlı müzakirələrin davam etdirilməsi nə dərəcədə uyğundur? Latınca belə bir ifadə var ki, audio alteram partem, yəni prinsipcə, yəni prinsiplərə nə dərəcədə uyğundur məsələsi. Bu latıncadan tərcümədə qarşı tərəfi də dinlə, ədalətli məhkəmə və qərar vermə fundamental prinsip əsasında formalaşmış və daha çox elə Aşbada istifadə olunan cümlədir. Azərbaycan nümayəndə heyətinin olmadığı bir məkanda Azərbaycan haqqında danışmaq və Azərbaycanı ittiham etmək nə dərəcədə Aşbanın hüquq və qanunlarına uyğundur? Əslində elə Aşbanın nizamnaməsinə bu ziddir. O Aşba nizamnaməsində açıq şəkildə bildirilir ki, ölkələrin nümayəndə heyətləri, yəni ölkə təmsilçiləri olmadığı təqdirdə həmin ölkə ilə bağlı bu və ya digər mövzuları müzakirəyə çıxarmaq olmaz. Çünki onların cavab haqqı tanınmalıdır və artıq 2-3 ildən çoxdur ki, Azərbaycan nümayəndə heyəti bu Aşbada fəaliyyət göstərmir. Belə olan halda təbii ki, siz dediyiniz kimi Azərbaycanla bağlı hər hansı bir müzakirəyə çıxarılması, Azərbaycanı tənqid edilməsi, Azərbaycanın cavab haqqı olmayan bir platformada Azərbaycanı bir tərəfli olaraq tənqid etmək təbii ki, Aşbanın nizamnaməsinə ümumiyyətlə beynəlxalq qanunlara, etika və normalara ziddir. Amma görünən odur ki, Azərbaycanla bağlı o dairələr artıq burada erməni lobbisi ilə bağlı bunu məhdudlaşdırmaq olmaz. Biz erməni lobbisindən daha böyük qüvvələrlə üz-üzəyik bugün. Fransa, Almanya, bəzi Azərbaycanı, belə deyək, hətta mən bunu biraz irəli gedərək demək istəyirəm ki, Azərbaycan bugün Avropanın enerji təchizatının əsas mənbəyindən biridir. Azərbaycanı enerji bazarında hansısa güzəştlərə məcbur etmək üçün belə siyasi rişaqlardan istifadə olunur ki, bəlkə rəsmi Bakı bu cür tənqidlərdən, belə deyək, yayınmaq xatirdən enerji bazarında bəlkə də qiymətlər üzərində bəlkə kompromisə getsin. Hətta buna qədər düşünülür burada. Rəsmi Bakının səsləndirdiyi bütün fikirlər, atdığı addımlar burada ciddi izlənilir və buna cavab olaraq bugünkü müzakirələr elə Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinin cavabıdır ki, bugün Aşba buna reaksiya verir. Bu şəkildə reaksiya verir və Azərbaycana, Azərbaycan dövlətinə müxalif olan istənilən şəxs, inandırım sizi, bu binanın qarşısından, küçədən keçən istənilən şəxs Azərbaycan dövlətinə qarşı mənfi bir fikir səsləndirirsə, ən yüksək səviyyədə burada qəbul oluna bilər. Halbuki 15 ildir ki, burada fəaliyyət göstəririk, bizi də tanıyırlar, bəyənməsələr də, xoşlamasalar da, amma tanıyırlar. Bizim müraciətlərimizin yarısı qəbul olunmur, görüş istəklərimizin 5-dən 3-ü qəbul olunmur, amma küçədən keçən istənilən müxalif fikirli şəxs burada Aşba prezidenti səviyyəsində ən yüksək səviyyədə qəbul olunur, fotolar çəkilir, fotosesiyalar edilir. Onların verdiyi o vərəqələr, saxta tezislər, yalan məlumatlar ciddi şəkildə müzakirələrdə, dinləmələrdə sübut, dəlil kimi istifadə olunur. Hətta mən bunu bir məqamı da qeyd eləmək istəyirəm. Çox təəccüblü bir məqam idi ki, mən Azərbaycanla bağlı bu dinləmələrdə aktiv olan bəzi deputatlarla ayaqüstü
söhbət elədim. Onların dilindən belə həqiqətə uyğun olmayan, gülünc, absurd bir fikirlər eşidəndə bildirdim ki, sizin bu xəbər qaynağınız hardandır? Bəlkə siz Azərbaycanda hansısa beyin mərkəzləri ilə, institutlarla, təşkilatlarla çalışırsınız. Onlardan 2 Avropalı deputat açıq şəkildə bildirdi ki, biz bu faktları Emin Hüseynovdan almışıq. Hazırda Avropada siyasi mühacir həyatı yaşayan Emin Hüseynovdan mən təəccüb elədim ki, yəni bir şəxsin dilindən alınan sadəcə bir uydurma fikirləri fakt olaraq burada formalaşdırıb, sistemləşdirib Azərbaycan dövlətinə qarşı, Azərbaycana qarşı ciddi bir müzakirələr təşkil etmək, bunun Aşbanın özünün legitimliyini mi deyim, ciddiliyini deyim, ciddi şübhə altına alın. Əhməd bəy, son olaraq qısa sualıma cavab verin, zəhmət olmasa. O həmsöhbət olduğunuz deputatlar ümumiyyətlə Azərbaycanın xəritədə harda yerləşdiyini bilirlər? Çox güman ki bilmirlər, amma zaman-zaman onların mənsub olduğu ölkələrdə yanacaq problemi yaşananda, İran Hörmüz boğazını bağlayanda, Rusiya qazından imtina olunanda Azərbaycan enerji təchizatçı kimi, etibarlı tərəfdaş kimi yada düşür. Və qəribəsi də odur ki, həmin deputatlara bildiririk ki də və sizin mənsub olduğunuz ölkənin dövləti Azərbaycanla çox yaxşı münasibətlərə malikdir. Sizin əhaliniz Azərbaycandan enerji təchizatı alır, qaz alır. O bildirir ki, mən müstəqil şəxsəm, mənim öz dövlətimlə bir əlaqəm yoxdur. Mən müstəqil şəkildə bildirirəm. Mənim üçün əsas olan, prioritet olan bu siyasi məsələlərdir. Yəni görünən odur ki, yəni şəxsi maraqlar dövlət maraqlarından üstündür. Təbii ki, şəxsi maraqlar, bir də burada selektiv yanaşma var, ciddi selektiv yanaşma var. Çox sağ olun, təşəkkür edirəm və sizə uğurlar arzu edirik. Həqiqətən də qərəz və yalanla mübarizə aparmaq kifayət qədər çətindir, ona görə uğura ehtiyacınız var. Təşəkkürlər, mövqeyiniz üçün də ayrıca təşəkkürlər və vurğuluyum ki, Strasburqdan idi bizim müsahibəmiz və hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov Aşbanın yay sessiyasında nələr baş verir? Ümumiyyətlə Azərbaycan nümayəndə heyətinin olmadığı bir məkanda niyə Azərbaycan müzakirə olunur, baxmayaraq ki, Aşbanın ümumiyyətlə qətnamələrində, onların hüquqi bazasında bu qeyri-mümkündür. Amma istənilən halda, bəzi hallarda hüquqi strukturlar da artıq siyasiləşib və biz də bunu görürük. Ən son məlumatları məhz biz Əhməd müəllimlə aldıq və indi isə davam edirik.